Mirzəli müəllim, bəs Qurban Bayramının sosial baxımdan cəmiyyətimizə faydaları nədir? Qurban Bayramının sosial baxımdan bizim üçün bir çox faydaları var. Əsas faydalarından biri budur ki, cəmiyyətdə təbəqələşmənin qarşısını alır və təbəqələr arasında bir körpü yaradır. Cəmiyyətdə bu təbii halda qaçılmaz haldır. İmkanlı şəxslər var, imkansız şəxslər var və orta təbəqə insanlar var. Və bunlar arasında əgər bu cür ictimai ibadətlər olmasa, qurban ictimai bir ibadətdir də. Bəzi ibadətlərimizin fərdi ibadətdir, namaz kimi, oruc kimi. Amma bəzi ibadətlər də var ki, ictimai ibadət. Məsələn, cümə namazı olsun, Qurban bayramı olsun, həcc ibadəti olsun. Bunlar ictimai ibadətlərin formasıdır. Qurban bayramı da o cür. Ki, Qurban bayramının ictimai ibadət olduğu üçün bunda bir ictimai faydalar olmalıdır təbii ki. Həmin faydalardan biri də insanlar arasında, təbəqələr arasında körpü rolunu oynayır. İnsanlar arasında uçurumun yaranmasının qarşısını alır. Məsələn, imkanı olan bir şəxs ən azından ildə bir dəfə də olsa gəlib bu imkansız şəxsin qapısını görür. Belə bir insanın olduğunu görür və onun da qapısına bir yeməyin qaynamasına belə də səbəb olur. Və bu da bu iki təbəqə arasında körpü yaradır və bunlar arasında sevgi, məhəbbət yaratmağına səbəb olur. Başqa bir faydalarından biri isardır, fədakarlıq. İmkanı olan şəxslər öz varından, öz dövlətindən isar eləyirlər ki, həm burada onlar özləri üçün bir mənəvi məqam əldə eləyirlər, Allah yolunda fəda eləyə bilirlər və eyni zamanda bu isar etmək əvvəldə qeyd etdiyimiz kimi digər insanlar arasında da o təbəqələşməni həm aradan aparmağına səbəb olur, azaldır və eyni zamanda körpü rolunu oynayır. Bu fədakarlıq da bir də ən ali zirvəsi var da isar etməyin. Bu isar etməyin ən ali zirvələrindən biri də elə bizim həm əziz şəhidlərimizdir, həm də onların valideynləridir. Həm əziz şəhidlərimiz öz canlarını fəda elədilər, öz canlarından keçdilər, öz canlarını qurban elədilər. Nəinki təkcə var dövlətlərini. Çünki Quran-Kərimdə bir ayda əziz Allahımız buyurur, cihada çağıranda buyurur, həm var dövlətinizlə cihad eləyin Allah yolunda, həm də öz canınızla cihad eləyin. Bizim əziz şəhidlərimiz də şəhadətlərindən öncə malları ilə cihad eləyirdilər, fəda eləyirdilər. Lazım olduğu zaman vətən müharibəsində öz canlarını Allah yolunda fəda elədilər, qurban elədilər. Və eyni zamanda burada bizim əziz şəhidlərimizin əziz valideynləri var. Onlar da öz övladlarını, öz İsmaillərini ən ali səviyyədə Allah yolunda, vətən yolunda fəda etdilər. Bu da isarlığın ən ali zirvəsidir. Ki, elə Qurban bayramının əsas fəlsəfələrindən biri də budur. Biz öz var dövlətimizi, malımızı, mülkümüzü Allah yolunda yavaş-yavaş fəda etməklə yüksəlirik ki, gəlib bu məqama çataq. Allah yolunda, vətən yolunda lazım olduğu zaman həm öz canımıza fəda eləyə bilər, həm də lazım olduğu zaman öz sevdiklərimizi də Allah yolunda göz qırpmadan, uf demədən belə Allah yolunda fəda eləyə bilər. Ki, Qurban bayramının əsas fəlsəfəsi ilə ictimai faydalarından biri budur. Həm təbəqələşmə aradan aparır, təbəqələşmə aradan getdiyi üçün də bu fədakarlıq hissi insanlarda yaranır və bir-birinə qarşı şəfqət, məhəbbət hissi yaranır. Başqa bir faydalarından biri qeyd elədiyi də mərhəmətdir. İnsanlar bir-birinə qarşı mərhəmət hissi yaranır və bir-birinin halına yanırlar. Və başqa biri də vəhdət. İnsanlar arasında vəhdət hissi yaranır, vəhdət anlayışı formalaşır ki, biz deyəndə vəhdətin ən ali zirvəsində elə öz vətən müharibəmizdə gördük. Kasıb, varlı, orta təbəqə fərq eləmədən hamı birləşdi. Bu qurban fədakarlığının nəticəsində bu ortaya çıxmışdı vəhdət anlayışı. Ki, hamı özünün imkanı çatdığı qədər, gücü çatdığı qədərindən fəda eləyirdi. Hətta mənim indi xatırladım, bir yaşlı nənəmiz var idi. Öz pensiya yaşını, maaşını gətirmiş, nə eləmişdi, yardımını demişdi, mən bunu Allah yolunda əsgərlərimizə verirəm. Bəli. Yəni bu bir halda ki, bunun ehtiyacı bu idi. Qoca insandır, bu yalnız pensiya ilə dolana bilir. Bu özünün ən ali səviyyədə fədakarlığını elədi. Bunun gücü ona çatırdı, gətirdi, bunu verdi. Bu nəyindən qaynaqlanırdı? Həmçinin qurban anlayışından, qurban bayramını yetirdiyi insanlar idi ki, vəhdət anlayışını formalaşdırdılar cəmiyyət arasında və sonra da bunu deyə bilərik ki, qurbanlığın faydalarının bunlardan əlavə bir də başqa bir mənəvi təsiri budur ki, Allahın rəhmətinin yer üzərinə nazil olmasına səbəb olur. Həm insanlar sevinirlər, insanlar sevindiyi zaman Allahın rəhməti yer üzərinə nazil olur, Peyğəmbər hədisindəndir. İnsanlar vəhdət formasında olduğu zaman əziz Allahımızın rəhmət və məğfirətin yer üzərinə nazil olar və dolayısıyla insanlar ilahi sevgi ətrafına birləşib öz İsmaillərini Allah yolunda fəda edərək bir sağlam və salih cəmiyyət formalaşdıra bilərlər inşallah.